tarixdə doğulan kişinin idarə etmək bacarığı çox güclüdür. Onların fikri hər zaman əsas sayılır və son qərarı verməyi sevirlər. Özlərini ailədə dayaq və rəhbər kimi görürlər. Bu kişilər ideal ər sayılırlar. Bu isə 1-i, 10-u, 19-u və 28-i doğulan kişilərə aiddir. Ən realist və ən məsuliyyətli kişilər isə 4-ü, 13-ü, 22-si və 31-i doğulanlardır. Dünyaya ciddi baxır, sabitlik və nizam sevirlər. Daxildə bəzən şübhə və qorxu yaşasalar da güclü iradəyə sahibdirlər. Ev və ailə onlar üçün dəyərlidir. Kimlər romantik və incə ruhlu kişilərdir? Əlbəttə ki, 6-sı, 15-i və 24-ü doğulanlar. Onlar üçün gözəllik, rahatlıq və ev ab-havası çox vacibdir. Enerjisini müsbətdə yaşayırsa, sevgidə çox sadiq və zərifdirlər. Əsl zövq sahibidirlər. Güc və iradə simvoluna sahib kişilər 8-i, 17-si, 26-sı doğulanlardır. Uğur qazanmaq, zirvəyə qalxmaq onların həyat məqsədidir. Ciddi və prinsipial görsənsələr də çox güclü məsuliyyətə sahibdirlər. Kimlər belədir? Fikirlərinizi şərhlərdə bölüşün.